Soş başında, sonra Hə, görsən. salam kişilər, necəsiz, nə var, nə yox? Qəşəng dik Sivas balığından bet eləyək manqalda. Birini kotlet eləyək, birini də ki, kabab eləyək. Öz necəsiz? Dik Sivas'ın kotleti. Ay Stocan nə iş görsən ay usta? Usta Hesat, dik Sivas'ın kotletin hazırlayır. Restoran Kaluski Zastava. Kaluski şoseye 47 kilometr. Həmişə biz işimizin üstündəyik. Moskva şəhərində. Kim işinə uverinirsə mənə əlaqə saxlasan. Barmenlər, kababçılar. Yəni hər şey bizdə svegi çox daxtı. Yüksək səviyyədə. 100 nəfəri, 200 nəfəri, 300 nəfəri, neçə nəfəri istəsiz banketlərimiz var. Yəni buranın təbiəti, buranın havası başqadır. Gəlin, dincəlin, biz işimizlə sizə xidmət eləyək. Kişiləri də salamlayırıq, ancaq kişiləri. Ay Bəhər usta, ən hazır daha Bəhər usta. Bəs nə, bura bax. Görsən, qəşəng bu ləvəngi iləndir. Siz də qardaş, dadlı kabab yemək istəyirsinizsə, gəlirsiniz restoran Kaluski Zastavya. Yaxşı işin bilən barmenlər lazımdır. Kişilər, kotletimiz də hazırdır. Görürsünüz, qoy birim bölüm, içi ləvəngi ilə. Baxın. Siz də dadlı kabab yemək istəyirsinizsə, özünüz bilirsiniz, harda olursunuz. Bizim yanımızdan ancaq razı qala bilərsiniz, narazı qala bilmərsiniz.